Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində proseslər bir çoxlarının gözlədiyi nəticəni vermir. Kremlin sərgilədiyi sərt və radikal manevrlər Vaşinqtonu çətin və çıxılmaz vəziyyətə salır. Moskvanın irəli sürdüyü tələblər isə ABŞ-ın geosiyasi maraqları üçün ciddi risk yaradır. Rusiya lideri Vladimir Putin iddia edir ki, Zelenskinin səlahiyyət müddəti çoxdan başa çatıb və Ukraynada yeni seçkilər keçirilməlidir. Bu bəyanatla rəsmi Moskva açıq şəkildə Vaşinqtonla siyasi oyuna girir. Əslində Putinin bu mövqeyi gözlənilməz deyil. Son aylar ABŞ-ın rəsmi dairələrində Zelenskiyə qarşı səslənən ittihamlar Kremllə üst-üstə düşür. Xüsusilə Trump administrasiyasının oval kabinet qalmaqalından sonra Ukrayna liderinə münasibətdə baş verən dəyişikliklər diqqətdən qaçmır. Həmin qalmaqaldan sonra rəsmi Vaşinqton Zelenskinin hakimiyyətdə qalmasına bəzi iqtisadi güzəştlər qarşılığında göz yumub. Bir məqamı da qeyd edək ki, Kreml yeni şərtlər irəli sürərək ABŞ-ın Avropa Birliyinə təzyiq göstərməsini və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılmasını tələb edir. Əks halda Moskva Zelenski hakimiyyətini qeyri-legitim elan edərək Ukrayna ilə heç bir sülh sazişi imzalamayacağını açıq-aşkar bildirir. Bu isə Vaşinqtonun gələcək planlarını pozmaq potensialına malikdir. Lakin situasiyanı yalnız Vaşinqton və Moskva arasındakı qarşıdurma kimi qiymətləndirmək sadəlövflük olardı. Çünki rəsmi Kiyevdə artıq öz strateji mövqeyini müəyyən etməyə və situasiyanı praqmatik yanaşma ilə idarə etməyə çalışır. Ukrayna hakimiyyəti açıq şəkildə bəyan edib ki, ABŞ ilə bağlanacaq yeni faydalı qazıntılar sazişi ölkənin konstitusiyasına və Avropa Birliyinə inteqrasiya proqramına ziddir. Rəsmi Kiyev bu müqaviləni Vaşinqtonun istədiyi şərtlərlə imzalamaqdan çəkinir və sənəddə ciddi düzəlişlər edilməsini tələb edir ki, bu da öz növbəsində Ağ Evin narazılığına səbəb olur. ABŞ lideri Ukrayna prezidentini nadir torpaq metallarına dair razılaşmanı pozmaqda ittiham edərək bunun ağır nəticələr doğura biləcəyini vurğulayır. Beləliklə, Vaşinqton Kiyevdən şərtlərin icrasını tələb edir. Moskva Ukrayna məsələsində Qərbin geri çəkilməsini gözləyir. Rəsmi Kiyev isə öz maraqlarını qorumaq üçün manevrlər edir. Dünya diplomatiyası yeni bir sınaq qarşısındadır və bu oyunda qalibin kim olacağını siyasi manevrlər deyil, zaman göstərəcək.